Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, biz ölkə olaraq heç vaxt inkişaf eləyə bilməyəcəyik. Bunun da səbəbi içimizdə, xalqımızın içində olan bəzi insanların mənfi xüsusiyyətlərdir. Bunlardan saymaq olar qısqanclıq, paxıllıq, eqoizm, özündən razılıq, başqasının uğruna sevinməmək və bir neçə buna bənzər mənfi xasiyyətləri mən saya bilərəm və yenə deyirəm, çox təəssüf hissi ilə bildirirəm ki, bu tip saydığım mənfi xasiyyətli insanlar aramızda yaşayır və sayları bir qədər çoxdur və bu səbəbə də görə ölkə olaraq biz heç vaxt inkişaf eləyə bilməyəcəyik. Kiminsə uğrunu gördüyümüz zaman bəzilərimiz onu ya baltalamalıdır, ya pisləməlidir və ya digər bu tip mənfi şeylər olmalıdır və bu səbəblərə də görə dediyim inkişaf prosesindən biz qalacağıq. Sonumuz hara gedir naməlumdur. Amma düşünürəm ki, o insanlar çox qısa bir müddətdə xasiyyətlərin dəyişməsə, son heç də yaxşı yerə doğru getmir. Yenə də o aramızdakı yaxşılara uğurlar arzulayıram. Nailiyyətləri bol olsun və o mənfi fikirli insanlardan da Allah Taala onları uzaq eləsin ki, onların səsi daim yüksəklərdən gəlsin və hətta elə bir yüksək nöqtədən gəlsin ki, o bayaq saydığım insanların heç səsini də eşitməsinlər.